Ginesin rekordlar kitabına düşmüş həmvətənlərimizdən hansılar tanıyırsınız? Fəxrəddin Vəliyev. Cəbrayıl rayonunda anadan olmuş və hazırda Belçikada yaşayan Fəxrəddin Vəliyev 2004-cü ildə 5 dəqiqə ərzində 20 nəfərin kölgəsini çəkməklə Ginesin rekordlar kitabına düşmüş ilk Azərbaycanlıdır. Ələsgər Həsənzadə. Lənkəran rayonunun Aşağı Nüvədi kəndindən olan Ələsgər Həsənzadə 7 yaşında 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmadan 3000 dəfə qalxıb enmə hərəkəti edərək Ginesin rekordlar kitabına daxil olub. Stanislav Şpanin. 1990-cı ildə Bakı şəhərində anadan olmuş Stanislav Şpanin dünyanın ilk gənc professional rəssamı kimi Ginesin rekordlar kitabına daxil olub. O 2002-ci ildə Azərbaycan vətəndaşı kimi bu uğura nail olub. Hüseyn Rızazadə. Cənubi Azərbaycanlı ağırlıq qaldıran Hüseyn Rızazadə 2004-cü ildə 263,5 kiloqram ağırlıq qaldıraraq özünün əvvəlki dünya rekordunu təzələyib və Guinness Rekordlar kitabına planetin ən güclü pəhləvanı kimi daxil olub.